Sağ olun uşaqlar. Bugün 8-ci sinif yeni dərslik əsasında biz biologiya yeni dərslik əsasında limfa sisteminin quruluşu haqqında danışacağıq. 3.3 deməli bölməsinə aiddir limfa sistemi. Canlı ümumiyyətlə insanın daxili maye mühitinə qan, limfa və toxuma mayesi aiddir. Toxuma mayesinin bir hissəsi ucu qapalı olan limfa kapilyarlarına keçir. Demək, hüceyrələrin arasında olan maye ki var, həmin maye, baxın, bax bu hissələrdəki hüceyrələr var. Həmin o hüceyrələrin arasında olan toxuma mayesi bir hissəsi limfaya keçir. Məsələn, belə bir şey deyək də, deyək ki, qan bilirik ki, özü ilə qida maddələrini gətirir, toxum arası mayeyə verir, oradan da hüceyrələrə keçir və oksigeni, qida maddələrini ötürür, suyu verir, mineral duzları verir, üzvü birləşmələri verir, oradan da hüceyrəyə keçir. Hüceyrədə olan zərərli maddələr toxuma mayesinə, oradan da qana keçir. Amma bəzən həmin o verilən toxuma mayesinə verilən qida maddələri olsun, su, mineral duzlar və s. bir hissəsi bax bu toxuma mayesində qalır və onların hamısı qana, yəni damarlara ötürülmür. Bir hissəsi toxuma mayesinin tərkibində qalır və o toxuma mayesinin tərkibində olan maye ötürülür limfaya. Ona görə də bax düşünün, deyək ki, bu əgər hüceyrələr olarsa və bu hüceyrələrin arasındakı boşluqlardan, yəni toxuma mayesindən başlayan damarlar olacaq ki, həmin damarlar bax belə sanki bura gəlir, daxil olur, xarici olur. Bax, sanki bura gəlir, daxil olur, xarici olur və bu şəkildə bax bir ucu kör qutaran kapilyarlar yaranır. Təbii ki, kapilyer olmalıdır ki, buradan toxuma mayesi onun içinə daxil ola bilsin. Çünki qalın damar olsa oradan daxil ola bilməyəcək. Və biz bunlara deyirik, limfa kapilyarları deyəcəyik. Demək, birinci nədən danışdıq? Limfa kapilyarlarından danışdıq. Hansı ki, limfa kapilyarları qan kapilyarları kimi bir qatdan ibarətdir. Bir qat epiteldən ibarətdir. Və bunun içində olan maye artıq biz deyəcəyik limfa mayesi. Demək, həmin o limfa mayesi bax bu kapilyarlarla hərəkət edir və limfada hüceyrələrin həyat fəaliyyəti nəticəsində əmələ gələn məhsullar toxuma mayesindən çox olur artıq. Yəni buradan ötürüldüyünə görə burada olan məhsulların sayı bax burada olan toxuma mayesindən daha çox olur. Adətən bunun tərkibində axan limfa mayesi, bax bu limfa mayesi qana nisbətən qana əgər qanla müqayisə etsək, rəngsizdir və qandan fərqli olaraq onun içində eritrositlər yoxdur. Deməli, bu limfa mayesi oksigenin daşınmasında iştirak etmir. Deməli, nəyi var? Rəngsizdir. Qandan fərqli olaraq eritrositlərə malik deyil. Ona görə də oksigenin daşınmasında iştirak etmir. Və bu hüceyrə arası sahələrdə limfa kapilyarlarına yığılan limfa ötürülür daha iri olan, bax bu limfa kapilyarlarında olan limfa ötürülür daha iri olan limfa damarlarına. Və bu limfa damarları vasitəsilə limfa axır və həmin o limfa damarlarına toplanmış limfa gəlir körpücük altı vena vasitəsilə venaya və oradan da yuxarı boş venaya açılır. Bax, yuxarı boş venaya açılır, oradan da ötürülür sağ qulaqcığa. Və həmin o limfa damarlarında limfa hərəkət etdikcə təbii ki, limfa düyünlərindən də keçmiş olur. Və limfa damarlarına toplanmış bax bu limfa mayesinin bir istiqamətdə, yəni yalnız körpücük altı venaya ötürülməsi və oradan da yuxarı boş venaya ötürülməsinə bir neçə səbəb var. Yəni bir istiqamətdə axmasının bir neçə səbəbi var. Gəlin görək bunlar hansı səbəblərdir ki, bu zaman limfa bir istiqamətdə axır. Səbəblərdən biri odur ki, limfa damarlarının ətrafında skelet əzələləri var. Bax, bu skelet əzələləri ritmik olaraq yığılır. Deməli, birinci səbəb bir istiqamətdə axmasının skelet əzələlərinin ritmik yığılmasıdır. Eyni zamanda limfanın damarlarının özlərinin divarları da ritmik olaraq yığılır. Bir də deməli, ikinci nə olacaq? Limfa damarlarının divarlarının ritmik yığılması və üçüncü isə iri limfa damarlarının daxilində limfanı geriyə
axmağa qoymayan aypara qapaqlarının olması. Necə ki, vena damarlarında, iri vena damarlarında aypara qapaqlar var idi, eyni ilə də limfa damarlarında da aypara qapaq var. Demək ki, baxın, bu üç dənə səbəb qoymur ki, limfa mayesi geriyə doğru axsın. Və gördük ki, damarlar boyunca da çoxlu limfa düyünləri var və limfa düyünləri içində xüsusi növ leykositlər yetişir və aktivləşdiyi belə deyək ki, mühüm orqandır. Burada B leykositləri yetişir və burada aktivləşirlər. Təbii ki, leykositlərin funksiyasından da qan hüceyrələri haqqında keçəndə danışmışıq. Və eyni zamanda bax bu limfa düyünləri sanki bir süzgəcdir. Süzgəc kimi içindən limfa mayesini keçirir və nəticədə orada keçən zaman limfanın tərkibində olan zərərli maddələr, patogen mikroorqanizmlər, yəni xəstəlik törədən mikroorqanizmlər, ölü hüceyrələr bax bu limfa düyünlərində təmizlənir və təbii ki, orqanizmimizin müdafiəsini də təmin etmiş olur. Deməli, orqanizmimizin müdafiəsini təmin edən sistemlərdən biri də nə olacaq? Limfa düyünləri olmuş olacaq. Və burada biz limfa dövranını gördük. Deməli, limfa dövranına nə aid oldu? Limfa kapilyarlara aid oldu. Limfa damarları aid oldu. Daha sonra limfa damarları, bir də limfa düyünləri aid oldu. Həmin bu, deməli, limfa dövranına bunlar aiddir. Və limfa dövranında təbii ki, mayenin sürəti, limfa mayesinin sürəti qan dövranına nisbətən çox aşağıdır. Və limfa dövranı orqanizmdə qanın təbii ki, maye tərkibini və yaxud da ki, orqanizmdə qanın maye tərkibinin miqdarını, qatılığını tənzimləməsində, həmçinin də təbii ki, mikroorqanizmləri öldürməsində mühüm rol oynayır. Yəni, qanın tərkibini tənzimləmək, onu qanın miqdarını tənzimləmək həmçinin də limfa dövranına da aiddir. Çünki burada toplanmış, yəni qanla verilən qida maddələrinin bir hissəsi geriyə qayıda bilməyəndə onu qaytaran limfa dövranıdır. Yəni limfa dövranı qanın miqdarını sabit saxlamağa bizə kömək edir. İndi isə gəlin öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Baxanda nə görürük? Görürük ki, burada bizə qrafiklər verilmişdir. Təbii ki, bu birinci hissə arteriya damarıdır. Bu damar. Sonra burada kapilyarlara ayrılmışdır. Bunlar kapilyar. Daha sonra isə kapilyarlar da toplanır və vena damarları ilə deməli ötürülür. Və qanın hərəkət sürətini birinci bizə veribdir. İkinci qan təzyiqini bizə veribdir. Üçüncü isə damarların mərkəzini bizim üçün göstəribdir. Və burada diqqətlə baxanda təbii ki, bax, ən birinci hissə arteriya, ən böyük arteriya olan aortanı verib. Ondan sonra bu ayrılan damarlar olaraq arteriyalardır. Təbii ki, bu kiçik, bu hissələr daha kiçik arteriyalardır. Burada oldu kapilyarlar, daha kiçik venalardır. Sonra vena damarları və nəticədə bu daha iri vena damarları olan yuxarı və aşağı boş vena, deməli, bu iri damarlarla göstərilir. Və qanın hərəkət sürətinə baxanda nə görürük? Görürük ki, aortada, iri arteriya damarlarında, deməli, qanın hərəkət sürəti daha yüksəkdir. Arteriya damarları şaxələndikcə kiçik arteriyalara sürət azalır, amma kapilyarlarda lap aşağı, yəni sıfır olur da demək olar ki, sürət. Yenidən vena damarlarına toplandıqca sürət artmağa başlayır, amma təbii ki, arteriya damarlarında olduğu kimi deyil. İndi bizə sual verilə bilər ki, hansı damarlarda qanın hərəkət sürəti ən aşağı oldu? Dedik ki, kapilyarlarda, bax bu hissə kapilyarlarda ən aşağı oldu. Nə üçün? Biz dedik ki, kapilyarların divarları bir qatlı epiteldir və kapilyarlarda maddələr mübadiləsi gedir. Əgər burada sürət yüksək olsa, təbii ki, maddələr mübadiləsi rahat şəkildə gedə bilməz. Ona görə də burada sürət aşağı olmalıdır. Daha sonra qan təzyiqinə baxanda nə görürük? Görürük ki, aortada və iri arteriya damarlarında təzyiq yüksək olur, düzdür. Yuxarı və aşağı təzyiqi bizə göstərir. 120, 70, 120, 70 bu şəkildə davam edir arteriya damarlarında.
Deməli, yuxarı hissə sistolatik təzyiqdir. Biz bilirik ki, mədənin sistolasına uyğundur. Aşağı hissə isə mədəciyin diastolasına uyğun olan təzyiqdir. Aşağı və yuxarı təzyiqləri bizə göstərə-göstərə gedir və görürük ki, aortada yuxarı və aşağı təzyiqlər eyni şəkildə davam edir. Arteriyada da eyni şəkildə davam edir, amma get-gedə kiçik arteriyalarda azalmağa doğru gedir. Kapilyarlarda qismən azalır, venada isə ümumiyyətlə aşağı olur. Deməli, vena damarlarında biz qan təzyiqini ölçə bilmərik. Biz qan təzyiqini ölçmək üçün aorta və arteriya damarlarında ölçə bilərik. Və ürəkdən çıxanda qan təzyiqi yüksək olur, ürəkdən uzaqlaşdıqca azalır və ürəyə yenidən qaydanda vena ilə, yəni yuxarı-aşağı boş vena ilə qan təzyiqi tamamilə aşağı düşmüş olur. Damarların mənfəzi, yəni onların diametri kvadrat santimetrdən verir. Nə görürük? Aorta damarının diametri çox aşağıdır. Arteriya damarlarında nisbətən yuxarıdır. Kiçik arteriya damarlarında artır. Ən çox harda oldu? Ən çox kapilyarlarda oldu. Kapilyarlarda damarların bu ümumi mənfəzidir. Yəni belə deyək ki, bir dənə kapilyar çox bilir ki, çox nazikdir, düzdürmü? Belə insan telindən də nazikdir. Amma o qədər çoxdur ki, kapilyarları biz deyək ki, ucuca əgər calasaq, dünyanın yer planetini bir dəfə tam dövr etmiş olar. Yəni bir insan bədənində kapilyarların sayı o qədər çoxdur. Və bu nazik-nazik kapilyarları biz yan-yana düzsək, nəticədə bunun ümumi diametri aortadan dəfələrlə çox olmuş olacaq. Baxın, görürsünüz, 4500-dür təqribən kvadrat santimetrdir. Demək ki, buradan bura qədər 4500 kvadrat santimetrdir. Söhbət kapilyarlardan gedir. Amma aortada, deyək ki, bunun yanında aorta çox aşağıdır və yaxud da arteriya çox aşağıdır. Bax, bunun yanında bu belə qalır. Baxmayaq ki, bu aortadır. Deyək ki, bu nə bilim 500 kub santimetrdir. Kvadrat santimetrdir. Səbəb nədir? Çünki kapilyarların say olaraq çoxdur. Amma bunun deyək ki, aorta neçə dənədir? Bir dənədir. Kapilyar neçə dənədir? Kapilyarları saymayıblar. Yəni belə deyək də, bütün kapilyarları yan-yana düzsək, milyona yaxın, bəlkə də daha çox say olaraq görə bilərik. Demək, orqanizmdə kapilyar damarların ümumi mənfəzinin arteriya və venaların mənfəzindən böyük olmasının səbəbi nədir? Səbəb odur ki, təbii ki, kapilyarların sayının çox olması. Ki, onları yan-yana düzəndə daha böyük olur. Amma vena damarlarında da çox az miqdarda olur. Gəlin, öyrəndiklərinizi yoxlayın hissəsində baxaq. Birinci suala baxaq. Qan damarlarının quruluşu ilə onların funksiyaları arasında nə kimi əlaqə vardır? Məsələn, birinci danışaq deyək ki, aortadan və yaxud da ki, arteriya damarlarından. Bu damarların divarları çox qalındır. Niyə qalın ola bilər? Çünki ürək yığılanda böyük təzyiqlə həmin damarlara belə deyək ki, vurur və o damarların divarları qalın olmalıdır, elastik olmalıdır ki, həmin o zərbəyə, o təzyiqə tab gətirə bilsin. Kapilyarların divarları çox nazikdir. Niyə nazikdir? Orada qazların mübadiləsi, digər maddələrin mübadiləsi gedə bilsin. Venaların da divarları qalındır, amma venaların içində nə var? Venaların içində aypara qapaqlar var ki, bu da kömək eləyir ki, qan bir istiqamətdə axsın və təzyiq aşağıdır, məsələn, vena damarlarında. Daha sonra ikinci suala baxaq. İnsanda qan ürəyin sağ mədəciyindən sol qulaqcığına çatana qədər hansı damarlardan keçir? Sağ mədəcikdən başlasın, sol qulaqcığa kimi davam etsin. Gəlin baxaq. Sağ mədəcikdən baxaq buradan. Baxın, sağ mədəcikdən başlasın, sol qulaqcıqda bitsin. Sağ mədəcikdən çıxanda ağciyər kötüyü, daha sonra ağciyər arteriyaları, kapilyarlar, ağciyər kapilyarları, ağciyər venaları, 4 dənə vena ilə gəlir, tökülür. Sol qulaqcığa bitdi. Yəni sağ mədəcikdən sol qulaqcıq deyirdi, səhv eləmirəmsə. Bəli. Bu zaman hansı damarlardan keçdi dedik və təbii ki, bu hansı dövran olacaq? Kiçik qan dövranı və yaxud da ki, biz buna nə deyirik? Ağciyər dövranı olmuş olacaq. Növbəti üçüncü suala baxırıq. İnsanda yuxarı boş vena ilə ürəyə daxil olan qan ürəkdən bilavasitə hansı damarla çıxır? Yuxarı boş vena ilə ürəyə gələn qan, baxın, yuxarı boş venadır. Buradan ürəyə gələn qan tökülür sağ qulaqcığa, oradan sağ mədəciyə, çıxanda çıxır, hansı damarla? Ağciyər kötüyü vasitəsilə çıxır.
Növbəti sual, limfa dövranının qan dövranından fərqli cəhətləri nələr oldu? Limfa dövranında tərkibində limfa mayeəsidir, rəngsizdir, eritrositləri yoxdur, yavaş, sürəti yavaşdır, tərkibində çoxlu demək, leykositlər vardır, hansı ki, zərərli maddələri məhv edir. Limfa dövranında düyünlər var, amma qan dövranında məsələn düyünlər yoxdur. Daha sonra limfa dövranında kapilyarların bir ucu kör qurtarır, amma qan dövranında kapilyarların bir ucu kör deyil, yəni arteriyadan başlayır, kapilyer vena damarlarına keçir. Limfa dövranı yavaş gedir, amma qan dövranı daha sürətlidir və s. Bax, bu cür fərqlər deyə bilərik. Və növbəti 5-ci suala baxırıq. Sonuncu sual bizə deyir ki, verilmiş hansı damarlar insanın böyük qan dövranına aiddir? Və böyük qan dövranı başlayır sol mədəcikdən, oradan çıxır aorta ilə, aortadan gedir, deməli, sol aorta qövsü, oradan aşağı gəlir, deməli, gəlir qarın aortasına, oradan gedir orqanlara, arteriya damarlarına, orqanlara, orada kapilyarlara ayrılır, kapilyarlardan sonra birləşir vena damarlarına və yuxarı və aşağı boş vena vasitəsilə gəlir, tökülür sağ qulaqçığa. Amma ağciyər venası və ağciyər kötüyü bunlar kiçik qan dövranı və yaxud da ki, ağciyər, elə adında da görünür, görürsünüzmü? Ağciyər dövranına aiddir. Bu qədər suallar. Ümid edirəm ki, limfa dövranı və sonuncu tapşırıqların hamısı sizə tam aydın oldu. Sağ olun.